Salam əziz Cəlilabadlılar, əziz izləyicilər. Səhifədə paylaşılmaya icazə verilməyən əmlaklar haqqında məlumat verəcəm. Evlər və obyektlər. Rayonumuzun mərkəzində, bağın yaxınlığında 9 sotun üzərinə çıxmış 2 mərtəbəli kombi sistemli ev və həyətinə basinası, bisetkası, qiyməti 95.000 manatdır. Paylaşıma icazə yoxdur. Bağa hardasa 50-60 metr məsafədədir. Əlavə olaraq bazarımızın yaxınlığında, tam yaxınlığında 6 sotun üzərinə çıxmış 4 otağı, tam remontlu, sanitar qoşu hamam evin içində, qazı bir, kommunallardan qazı yoxdur. İşığı, suyu var. Qazı olmayan ev satılır. 40.000 manat sənəti bələdiyyədir, çıxarış düzəlməlidir. Bunlar icazə yoxdur paylaşıma. Kim istəyirsə, ayağını şəkildə gəlib, danışıb, gedib baxa bilərik. Obyektlərimiz Qılıbız bazarının yaxınlığında 60 minə 88 kvadrat 2 mərtəbə, 70 minə 115 kvadrat üzərində bokslar 3 dənə, 85 kvadrat 86 kvadratdır. O 70 minədir. Əlavə olaraq 1 milyona, 2 milyon yarıma, 3 milyona, 3 milyon yarıma obyektlərimiz var. Kimlər istəsə əlaqə saxlaya bilər bizlə, yaxından gedib baxa bilər. Əlavə 300 minə də obyektimiz var, 2 mərtəbə, 700 kvadrat yaxın. Ondan sonra 300 minə Şanlı sarayımız da var. Kim real fikri varsa əlaqə saxlasın, gəlsin, görüşsün, gedək baxaq. Çünki əlaqədə obyektlərin və əmlakın yerini deməyəcəm. Yəni belə deyək, başdan məlumat verirəm sizə. Kimsə zəng vurub soruşmasın. Görüşək, gedək tanışıq obyektlərimizdən. Qiymətlər aşağıda yuxarı, bəzən sənəti yoxdur, düzəlməlidir. Kim istəyirsə 050 629 67 57 real şəxslər yaxınlaşsın, əmlakımıza baxsın və ya evimizə baxsın. Kimsə obyekt satmaq istəyirsə, ev satmaq istəyirsə bizimlə əlaqə saxlaya bilər. Diqqətiniz üçün minnətdarım. Videolarımızı zəhmət olmasa kaydedin, paylaşın, bizə dəstək olun.